Əziz 9-cu siniflər, hər birinizi Teacher Vüsalənin kanalında xoş gördük. Sizinlə birlikdə bu videoda 29 mart 2026-cı il OTK-da keçirilmiş 9-cu siniflər üçün olan buraxılış imtahanından ingilis dili suallarının izahına baxırıq. İzah etdiyim variant A variantıdır. Əgər variantınız fərqli variantdırsa, mütləq və mütləq variantınızdakı, daha doğrusu kitabçanızdakı sualları izah etdiyim suallarla uyğunlaşdırırsınız, cavabları tapırsınız. Suallar hamısı eyni olur, sadəcə yerləri fərqli olur. Məsələn, 56-cı sual sizdə 60 ya da 61-ci sual ola bilər. Ona görə də sualı kitabçanızdakı sualı uyğunlaşdırıb yoxlaya bilərsiniz. Əgər sınav getməmişsinizsə və bu sınağı işləmək istəyirsinizsə, şərh bölməsində qeyd etdiyim kanalımıza, WhatsApp kanalımıza daxil olursunuz və o kanaldan bu sınağı işləyirsiniz. Sonra gəlib yenidən artıq suallarınızı yoxlaya bilərsiniz. Kanalımıza abunə deyilsinizsə, mütləq kanalımıza abunə olun ki, bu tipdə videoların ardı gəlsin və siz də birinci xəbərdar olasınız. Şərh bölməsində imtahana hazırlığınızla bağlı ya da boşluğunuzla bağlı qeydlərinizi yazsa, sizə yardımcı ola bilərəm. Əgər üçlü mətnlər, yəni short textlər ya da reading mətni, böyük reading mətnimiz ya da dinləmə ilə bağlı problemləriniz varsa, buna aid sizə videolar çəkib, onları daha asan yazmağın yollarını göstərə bilərəm. Mütləq kanalımıza abunə olun, paylaşın ki, hər kəs kanalımızdan xəbərdar olsun. İndi isə gəlin keçək izahlara. 56-cı test passiv voice dərsidir. Bilirik ki, cümləni məhsula çevirmək üçün əvvəlcə cümlənin zamanına baxmaq lazımdır. Reviewed keçmiş sayda zaman olduğu üçün məhsulda was were reviewed olmalıdır. Ona görə düstur harda yoxdursa onu çıxırıq. A variantında been var, yanlışdır. B variantında have verilib. C variantında yenə were, been yazılıb. To be ilə ümumiyyətlə been yan-yana işlənməz. Ona görə cavab oldu D variantı, Y variantında isə A verilib. Əgər cümləmiz review olsaydı, bu zaman biz Y variantını seçə bilərdik. Cavab oldu D. Tərcümədə deyir ki, menecer review elədi, yəni yenidən baxış keçirdi reportlara. Reportlar menecer tərəfindən baxıldı. Ona görə cavab oldu D variantı. İndi isə növbəti testə keçək. 57-ci testimiz söz önü dərsidir. Söz önü testini həm dərsliklərdən öyrəndiyiniz söz önlərlə, həm də məna ilə tapa bilərsiniz. Yəni this adventure story is based on, ümumiyyətlə based sözü onunla işlənir. Fil isə dolmaq deməkdir. Nə illəsə dolmaq, həmin isə biz qoyuruq. Ona görə cavab olur C variantı. 58-ci testdə bizdən definition soruşulur. Very difficult to believe. İnanmağa çox çətin olan, yəni incredible olmalıydı. Cavab olur D. 59-cu test agreement dərsidir. Bilirik ki, cümlənin mübtədası ing-li feildirsə, xəbər təkdə olmalıdır. Baxırıq. Learning ride bike demands. Bəli, bu doğrudur. Deyir ki, velosiped sürməyi öyrənmək xüsusi qabiliyyət tələb edir. Doğrudur. 2-də the guest of conference. Guest of-un birinci tərəfi cəmdədir, amma has yazılıb. Bu yanlışdır. All books in my room was yox, were olmalıydı. Çünki otağımdakı bütün kitablar səliqəli şəkildə yerləşdiriliblər olmalıydı. Was yox, were olmalıydı. 4-də there are, daha doğrusu several types of flowers and vegetables in the garden. Types of-un birinci tərəfinə baxırıq. Types cəmdir, xəbər də cəmdir. Bu da doğrudur. Plastic bag with vegetables was left on the table. Sözünü varsa sözündən əvvələ baxırıq. Bag təkdə, was isə təkdədir. Ona görə bu da doğrudur. Cavab oldu 1, 4, 5, yəni B variantı. İndi isə gəlin digər suallarımıza baxaq. 60-cı sualda bizdən yenə definition soruşulur. Burada nəyə diqqət etməliyik? Sözlərin mənasına. Industrial sənaye deməkdir bildiyimiz kimi. Yəni production of goods from raw materials, xam materialdan məhsullar istehsal etmək yeri. Habit vərdiş deməkdir. Yəni something that often and regularly, bir şeydir ki, sən tez-tez və mütəmadi edirsən. Bu olur A-ya. Disease xəstəlikdir. B variantındakı illness ona uyğun gəlir. Ona görə cavab olur C, A, B. Bu isə variantımızda verilib. Y variantından C, A, B. Y variantı doğrudur. 61-ci testdə altına xətt çəkilmiş sözün yaxın mənasını soruşur. Uşaqlar, sizlə hər zaman bu şey deyə bilərəm ki, əgər başlıqlara diqqət etmirsinizsə, mütləq bunu özünüzdə vərdiş halına gətirin. Bəzən uşaqlar yaxın mənalı ya da antonim olduğunu diqqət etmir. Birbaşa change sözündə ona ilk hissi hansı söz verirsə onu seçir. Amma mütləq başlıqları oxumaq vərdişi yaradın özünüzdə ki, belə mexaniki səhvlər edib sonra üzülməyəsiniz. Damage sözü dağıtmaq, dağılmaq deməkdir. Burada isə cavab olur destroyed və broken 1 və 4 olur. O da cavab B-də verilib.
Deyir ki, after the heavy wind, a lot of electricity lines were damaged. Güclü küləkdən sonra çoxlu elektrik xətləri dağıdıldı, broken, qırıldı, destroyed, dağıdıldı. Change, dəyişmək, repair isə təmir etmək deməkdir. 62-ci testə baxırıq. Burada bizdən while varsa indiki sadə, keçmiş sadə və ya indiki dameci, keçmiş dameci qoymaq olar. Gələcək ümumiyyətlə olmaz və zaman uzlaşması gözlənilməlidir. Yəni while'dan sonra keçmişdirsə, qarşısı da keçmiş olmalıydı. Ona görə iz yanlışdır. B variantında was verilib, qarşısı slept indiki saydadır, yanlışdır. C variantında I am reading, qarşısı slept keçmiş zamandır, yanlışdır. Y variantı doğrudur. While I was reading a book, my little brother was sleeping in his room. Mən deyir, kitab oxuyanda qardaşım otağında yatırdı. 63-cü testə baxırıq. Nöqtələrdən sonra friends verilib. Bilirik ki, friends cəmdədir və buna a little və ya a lot qoymaq olmaz. Cavab oldu 1-4. İkinci tərəfdə time var. A lot of time ya da much time işlətmək olar. Cavab oldu 1-4. B variantı. İndi isə növbəti testlərimizin izahına baxaq. 64-cü testdə complex object dərsidir. Bu want feilindən sonra gələn feil to ilə işlənməlidir. Ona görə cavab olur Y variantı. My mother wants me to tidy my room. Deyir, anam istədi ki, mən otağımı təmizləyim. Cavab oldu Y variantı. 65-ci testdə compound nouns deyir, yəni mürəkkəb isimlər. Əvvəlcə şəkilçiləri çıxaq. A variantında nes və sionun şəkilçiləri var. B variantında er şəkilçisi var. C variantında meant şəkilçisi var. D variantında destination'da tion şəkilçisi var. Y variantı isə doğrudur. Homework, bedroom, rainbow. Hər biri mürəkkəb sözdür. 66-cı testə baxırıq. I was drinking morning tea. Səhər çayını içirəm. Mən öz çayımı içirəm. Ona görə my işlənməli idi. Ya C ya da D. When, nə zaman ki, sister. Nöqtədən sonra isim gəlib. My-dan sonra isim qoymaq olmaz. Ona görə cavab oldu D variantı. 67-ci testə baxırıq. Cümlədə zən verilib, zən müqayisə dərəcəsində A variantının birinci tərəfi more beautiful düzdür. Much more olmalıydı. C-də most yox, more olmalıydı. D variantının birinci tərəfi düzdür. Y variantı much more doğrudur. A, D, Y arasında qalırıq. İkinci tərəfə baxırıq. City. Deyir ki, formi dünyada, mənim üçün dünyada üstünlük dərəcəsi olmalıydı. The most beautiful olmalıydı. A variantında D yoxdur. D variantında D artiklı da var, doğrudur. Y variantında isə Z olmalıydı, yoxdur. Ona görə cavab olur da bilirik ki, sifətin üstünlük dərəcəsində mütləq və mütləq Z artiklı qoyulmalıydı. 68-ci testə baxırıq. Sinonim cütlüyünü soruşur bizdən. Big, enormous doğrudur. Angry, satisfy bunlar əsəbləşmək və məmnun qalmaq bunlar sinonim deyil. Amazing, boring bunlar sinonim deyil. Tired, exhausted tükənmiş, yorulmuş və exhausted əldən düşmüş bunlar hər ikisi sinonim sayılır. Cavab oldu 1, 4. İndi isə baxırıq 69-cu testin izahına. Bunlar short tekstlərdir. Mütləq və mütləq hər bir variantı diqqətli şəkildə oxumalıyıq ki, və mətni çox diqqətli oxumalıyıq ki, bu testdə yanlışlıq etməyəsiniz. Burada sizdən həm söz bazası, həm də tamamilə bir məntiq tələb olunur. Əvvəlcə mətni oxuyaq. Deyir ki, yeni kitab çapının elanı. Biz şad olarıq ki, elan verək yerli gənc yazıcının yeni kitabının çapını elan etmək üçün. O bizə həyəcanlı hekayə danışır. Friendship and Adventure, dostluq və macera haqqında. Onun 200 pages var, 200 səhifəsi var. Beautiful pictures inside içində deyir, şəkillər də var və bu kitabın qiyməti $15. İndi mümkündür almaq onu, yəni available-dır. Ala bilərsən onu həm online, həm də bookstore-umuzdan. Join us on Saturday at 3 p.m. Deyir ki, qoşul bizə 6-cı gün Saturday'də saat 3 p.m.də balaca kitab signing event, kitab imza günü müəllif tərəfindən olur. A variantında deyir ki, kitab foreign writer tərəfindən yazılıb, xeyr, local idi cavab. B variantında deyir ki, kitab nəinki kitabxanada, həmçinin də online ala bilərsiniz. Bəli, bu doğrudur. B variantı. C variantında deyir ki, kitab imza günü artıq keçirilib. Xeyr, deyirsə ki, bizə Saturday'də qoşul, demək hələ keçirilməyib. D variantında deyir ki, kitab mağazası Saturday saat 3-də bağlı olacaq. Xeyr, əksinə açıq olacaq, çünki həmin gün orada müəllif kitab imza günü keçirəcək. Ona görə bu da yanlışdır. Y variantında isə deyir ki, over 200 page, 200 səhifədən çox, amma burada 200 səhifəsi var demişdi və şəkil yoxdur deyir, amma var demişdi. Ona görə bu yanlışdır. Cavab oldu B variantı.
70-ci testə baxaq. Əziz müştərilər, this weekend our supermarket is having a big sale. Bu həftə sonu supermarketimizə böyük endirim olacaq. Çoxlu meyvə və tərəvəzlər 20% endirimə düşəcək. Sən həmçinin burada snacks, qəlyanaltılar və içkilər ala bilərsən lower price, daha aşağı qiymətə. Sale'imiz, yəni endirimimiz Friday'də başlayır, Sunday'də bitir. Yəni 3 gün olur. Friday, Saturday və Sunday olacaq. A variantda next weekend deyir. Xeyr, next yox, this weekend idi. Bu yanlışdır. B variantında deyir ki, bir həftədən çox çəkəcək. Xeyr, 3 gün çəkəcək. C variantında deyir ki, qiymətlər 20 dolardan aşağı olacaq. Daha doğrusu 20%-dən aşağı olacaq. Xeyr, 20%-dən aşağı olmayacaq. 20% endirim olacaq. 20% daha doğrusu 20%-dən çox endirim olacaq. Xeyr, 20%-dən çox deyildi. Elə konkret 20% idi. No sale available snacks. Snacklərə endirim yoxdur, amma burada demişdik onu da aşağı qiymət ala bilərsiniz. Y variantı doğrudur, çünki Friday'dən Sunday'a qədər bu endirim olacaq. 71-ci testə baxırıq. Burada rent announcement, kirayə vermə elanıdır bu. Deyir ki, bu apartman ayı 500 dolara kirayə verilir. No payment in advance. Əvvəlcədən kirayə haqqı verilmir, ödəniş istənilmir. Zəhmət olmasa pay the rent. Hər ayın 5-inə fifths each once. Hər ayın 5-ci gününə kimi, yəni 5-inə kimi ödəyə bilərsiniz əvvəlcədən. Payment can be made online. Ödəniş online ola bilər. Monthly payment is, deyir ki, aylıq ödəniş 500 dollardır. Bunu saxlayaq. Hər ayın deyir sonunda ödəyirsiniz. Xeyr, 5-ində ödəyirsən. After you pay, ödəniş eləyəndən sonra sən qalırsan. Amma burada demişdik ki, əvvəlcədən ödənişə ehtiyac yoxdur. Qal 5 gündən sonra ödəyərsən. Ona görə bu səhvdir. Online payment is not accessible, amma ödəniş edə bilərsən. Online ödəniş var. You need to pay more than. Deyir, əvvəlcədən 500 dollardan çox ödəniş etməlisən. Xeyr, belə bir şey yox idi. Ona görə elə cavab oldu. A variantı. Short tekstlər əslində biraz məntiq tələb edirdi, amma yazıla biləcək səviyyədə idi. İnşallah ki, daha yaxşı yazmısınız. İndi isə keçirik 72-ci testə. Burada əvvəlcə mətni oxumalıyıq. Mətnimiz Hawaii haqqındaydı. Əvvəlcə bir ümumi nəzər salaq mətnə. Turizm vacib rol oynayır Hawaii'da. Hawaii United States'dəki bir ştatdır və o Pacific Ocean'da yerləşir. Özünün 8 əsas adası ilə. Paytaxtı Honolulu şəhəridir və o da Oahu adasında yerləşir. Çox turistlər buranı hər il ziyarət edir. Buranın isti havasına və gözəl çimərliyinə görə. Turizm verir, çox yerli insanlara iş verir və Hawaii'nin iqtisadiyyatının böyüməsinə təsir edir. Waikiki çimərliyi the most famous beach in the world, dünyadakı ən məşhur çimərliklərdən biridir. Ziyarətçilər burada çiməkdən, surfing etməkdən, günəş vannası qəbul etməkdən həzz alırlar. Hawaii Volcan National Parkı da digər bir məşhur yerdir. Burada aktiv vulkanlar görə bilərsən. Bunlardan biri də Mauna Loa vulkanıdır ki, aktivdir və sən bununla öyrənə bilərsən maraqlı faktlar, təbiət haqqında və elm haqqında. Pearl Harbor limanı tarixi bir yerdir. Haradakı burada insanlar 2-ci Dünya müharibəsi haqqında öyrənə bilərlər. Hawaii'nin tropik iqlimi var və temperatur adətən il ərzində 24 və 30 dərəcə arasında olur. Turistlər bura plane ilə, təyyarə ilə ziyarət edirlər. Əsas aeroport Daniel aeroportudur. Daniel, yəni beynəlxalq airportdur. Bu da Honolulu'da yerləşir. Many people also enjoy Hawaiian culture. Çox insanlar Hawaii'nin mədəniyyətindən həzz alır. Onlar izləyirlər hula dancingini və listen traditional music which make an important part in his culture. Deyir hula dansını baxa bilərlər, traditional musiqisinə baxa bilərlər, hansı ki bu da onun mədəniyyətinin vacib hissəsidir. Lokal yeməklər, yerli yeməklər, pork kimi və fresh pineapple, təzə ananas kimi yeməklər də məşhurdur burada. İndi gəlin 72-ci suala baxaq. Deyir ki, buranın mədəniyyəti nə ilə məşhurdur? Mədəniyyət hissəsi bizə sonuncu abzasda verilmişdi. Hula dansı və traditional musiqisi ilə. Ona görə burada cavab olur B variantı. 73-cü testdə soruşur, mətn ümumiyyətlə nə haqqındadır? Mətn təkcə Hawaii'nin mədəniyyətindən danışmırdı, təkcə hula dansından danışmırdı. USA-ın ştatlarından biri haqqındaydı, C doğrudur. Təkcə aeroportdan danışmırdı və dünyanın ən məşhur çimərliklərindən. Düzdür, bir cümlədə məşhur bir çimərlikdir, amma hamımız mətn ümumilikdə onun haqqında deyildi.
74-cü testdə Pearl Harbor bir yerdir ki, sən nə öyrənə bilərsən? Bu baxın burada qeyd etmişdik, 2-ci Dünya müharibəsi haqqında öyrənə bilərsən. 75-ci testə baxırıq. Falls istəyir bizdən. Adanın tropik havası və gözəl çimərlikləri hər il turistləri cəlb edir. Bu doğru variantdır deyə bunu seçmirik. Waikiki çimərliyi geniş yayılıb turistlər arasında. Gəlin o hissəyə baxaq. Bəli, burada international, yəni hər tərəfdən gələn insanlardır da, turistlər, ziyarətçilər. Burada swimmingdən, surfingdən həzz ala bilərlər. Bu da var deyə çıxırıq. Z variantına deyir ki, baxmayaraq ki, Havayda has no any active vulkan. Aktiv vulkan yoxdur, amma məşhur yerdir. Xeyr, burada yazılmışdı. Baxın, bu işarə etdiyim hissədə yazılmışdı ki, aktiv vulkanı var. Hətta adı Mauna Loa idi. Ona görə C variantı false cavabdır. D variantında Pacific Ocean'da yerləşir demişdi. Y variantında isə gözəl çimərliklərini ziyarət edirlər demişdi. 76-cı testə baxaq. Turistlər üstün tuturlar bura boatsla gəlməyi. Xeyr, demişdi ki, burada hətta aeroport da var idi və by plane ilə gəlməyi seçirdilər. Ona görə bir yanlışdır. 2-də turizmin Havayın iqtisadiyyatına negativ təsiri var. Xeyr, gördünüz, ekonomikasının, iqtisadiyyatın böyüməsinə təsir edir. No, negativ yox, pozitiv aktiv olmalıydı. Pozitiv impact olmalıydı. Havayın temperatürü 20 dərəcədən çoxdur. Bəli, burada demişdi ki, 24 və 30 dərəcəsi arası olur və 20 dərəcə də ondan çox dediyi üçün bunu seçə bilərik. 24 də 30 dərəcə də 20 dərəcədən çoxdur. Ona görə 3 doğrudur. 4-də isə deyir ki, turizm vacib rol oynayır. Bəli, demişdi, elə Allah birinci cümlə bu haqdaydı ki, turizm vacib rol oynayır. 76-cı testi də yazdıq. Artıq keçə bilərik 77-ci testimizə. Mətnimizi bitirdikdən sonra artıq dinləməyə başlayırıq. Dinləmə mətnimizi burada mətn formasında yerləşdirmişəm. Gəlin əvvəlcə bu hissəni oxuyaq. Bambu tez böyüyən bitkilərdən biridir dünyada və vacib rol oynayır eco-friendly development. Yəni təbiətə faydalı bitkilərdəndir. Orada vacib rol oynayır və traditional ənənəvi ağaclardan fərqli olaraq bambu gündə 1 metr böyüyür və o can be harvested without damage. O kökünə zərər vurmadan, kök sisteminə zərər vurmadan da onu yığmaq olur. Yəni onu kəssən kökünə zərər dəymir. Bu onu environmentalı, ətraf mühit üçün yaxşı bir mənbə kimi görür. Hansı ki bu meşələrin qırılmasını azaldır. Əlavə olaraq bambu çox böyük miqdarda karbon dioksidi udur və oksigen buraxır digər bitkilərdən daha çox. Bu da təmiz hava ilə təmin eləyir. Bambu geniş istifadə olunur. Çünki o yüngüldür. Flexible, yəni uyğunlaşa biləndir, əyilə biləndir, rahat, həm də surprisingly strongdur. Təəccüblü şəkildə də həm də güclüdür. Asian countries-lərdə bir neçə Asiya ölkələrində o həmçinin ev tikməkdə, körpü tikməkdə, platformalar tikməkdə istifadə olunur. Bambu məşhurdur. Mebel və flooring, döşəmə istehsalında da öz durability, dözümlülüyü və gözəl təbii görünüşünə görə. Başqa bir vacib istifadəsi də textile industridir. Yəni parça tekstilində istifadə olunur. Bambudan parçalar yumuşaq olur, nəfəs ala bilən olur, antibakteriyal olur və suitable olur paltarda və əyilməkdə. Bundan əlavə bambu istifadə olunur kağızda, mətbəx alətlərində, musiqi instrument alətlərində və digər məhsulların istehsalında. Və son olaraq bambu highly flexible plantdır. Çox rahat bir bitkidir ki, environmental protection'ı həm müasir insanların ehtiyaclarını ödəyir, həm də ətraf mühit istehsalında, yəni ora zərər vermədən bambu ilə çox məhsulları istehsal etmək olar. İndi isə 77-ci suala baxırıq. Burada soruşur ki, niyə bambu vacibdir ətraf mühit üçün? A variantında deyir ki, onun minimal qayğıya ehtiyacı var və hər növ torpaqda bitir. Bunun hansı tip torpaqda bitdiyi haqqında heç bir məlumat yox idi. B variantında deyir ki, bağlarda və parklarda əkilir dekorativ məqsədi ilə. Belə bir cümlə yox idi. C variantında deyir ki, nadir halda istifadə olunur döşəmə istehsalında. Bu da yanlışdır. D isə deyir ki, o kömək eləyir hava çirklənməsinin azalmasına karbon dioksidi udaraq. Bəli, bu doğrudur. Baxın, bu hissədə yazılmışdı ki, o environmental friendly resource'dır. Kömək edir. Daha doğrusu ondan aşağıdakı cümlədə idi bu hissə. Baxın, deyir bambu udur böyük miqdarda karbon dioksidi və digər bitkilərdən daha çox şəkildə oksigen buraxır. Bu da deyir cleaner air, havanı təmizləyir. Ona görə elə burada cavab D variantı. E variantında isə deyir ki, slowly böyüyür, xeyr, tez böyüyür.
böyüyürdü demişdi. 78-ci testə baxırıq. Mətndə nədən danışılır? Bambunun faydalı və müxtəlif cür istifadəsindən. B variantda deyir ki, bambunun tarixindən heç nə demədi. Onun böyümə, ərzaq kimi böyümə mühitindən, prosesindən danışmadı. Bambu və plastik materialları müzakirə etdi. Daha doğrusu müqayisə etdi. Bu da yanlışdır. Bambunun dezavantajına xeyr, yanlışdır. Cavab oldu A variantı. Çünki elə bambunun həm özündən, həm də istifadəsindən danışdı. 79-cu testdə deyilir ki, bambu istifadə olunur constructionda, yəni tikintidə niyə o çox istifadə olunur? Həmin hissədə deyilmişdi ki, o daha breathable-dır. Gəlin baxaq, mətndə var idi. Expensive sözü ümumiyyətlə mətndə yox idi. Yüngül idi, braceable idi, strong idi, flexible idi. Bunların hər biri var idi. Gəlin indi construction hissəsini tapaq ki, bizə tam olaraq həmin hissədə bundan niyə istifadə edirlər, o hissəni tam anlayaq. Construction daha çox tikintidə yazılmışdı. Baxın, bu hissədə var. Constructiondan istifadə olunur. Lightweight olduğu üçün demək 5 doğrudur. Flexible olduğu üçün demək 2 doğrudur. Və surprisingly strong və güclü olduğu üçün cavab oldu 2, 3, 5. A variantı 2, 3, 5, A. Burada düzdür, braceable demişdi, amma braceable paltar istehsalının da çox xüsusiyyətini demişdi. Burada isə bizdən tam olaraq construction soruşur. Əgər siz orada 1, 2, 3 variantını ya da 1, 2, 5 seçmişsinizsə, bu artıq yanlış olacaq. Çünki sizdən sırf construction bölməni soruşurdu. İndi isə baxaq 80-ci testin izahına. Burada bizdən soruşulur ki, bambu haqqında true false-ları seç. Ada deyir ki, 1 metr böyüyür bir gündə. Bəli, bu true idi. Biri seçirik true-ya. Bambu parçası uncomfortable-dır. Xeyr, narahat deyildi. Ona görə bu false-dur. Bambu istifadə olunur yalnız construction-da və mebel istehsalında. Xeyr, həm də parçada da istifadə olunurdu. Bambu kömək edir meşələrin qırılmasının azalmasına, dəstəkləyir sustainable development və inkişafını dəstəkləyir. Ona görə true olan variantlar oldu 1, 4, false olan variantlar oldu isə 2, 3. Bununla da dinləmənin də sonuna çatdıq. Esse mətnimizə baxırıq. Mətn yəqin ki, Novruz bayramı ərəfəsi olduğu üçün Novruz bayramına aid bir şəkil qoyulub. Qapıya papaq atırlar. Yaşlı kişi papağa səhv etmirəmsə şirniyyat qoyur və uşaqlar sevinə-sevinə gedirlər. Buna aid 35 sözlük esse yazmaq lazım idi. Əgər esse yazmaqda çətinlik çəkirsinizsə, mütləq şərh bölməsində qeyd edərsiniz. Sizə onun üçün esse yazmağın asan yolları haqqında video çəkərəm. Mütləq kanalımıza abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın. Hər birinizə çox-çox təşəkkür edirəm.